Well, first of all, I have to praise my players. Congratulations to them. I think unbelievable performance against, I cannot say even the best team in Azerbaijan, but also the team that has so much noise in Europe this season. Also, congratulations to Sabah fans, to Sabah management, to my staff. I think the atmosphere in the stadium, the fans that came, I thought they saw very good and quality game that I think Azerbaijan league could be proud. If you put full stadium in the matches like this, I think you can show on any TV, and it's absolutely fantastic product. İlk öncə olaraq mən öz oyunçularımı təbrik etmək istəyirəm. Onları həqiqətən tərifləmək istəyirəm. Bu gün inanılmaz bir performans göstərdik. Deyə bilərəm ki, bu performans Azərbaycanın ən yaxşı deyil, hətta Avropada belə böyük bir səs küy salmış komandaya qarşı möhtəşəm bir çıxış elədik. İnanıram ki, bu gün bura gələn azarkeşlər də oyundan həzz aldılar. Həqiqətən möhtəşəm bir atmosfer var idi. İnanıram ki, azarkeşlər, bura gələn azarkeşlər çox yaxşı və keyfiyyətli bir oyun bugün gördülər. Mən yenə də Sabah ailəsini, azarkeşlərini, rəhbərliyini qalibiyyət münasibəti ilə təşəkkür edirəm. Həqiqətən də bu cür oyunlar olanda, stadion dolu olanda, yaxşı bir TV-dən göstərəndə inanıram ki, bu gələcəkdə Azərbaycan çempionatının yaxşı məhsulu olacaq. Bir zirvəyə qalxmaq asandır, amma onu qorumaq daha çətindir. Zirvədəki yerlərini qorumağa nail olacaqlar mı, yəni mövsüm sonuna qədər? Like we have expression that to be in top is easy, but to keep your place in a top is very difficult. How do you think, coach, until the end of the season, can you keep your place on the top? You know, the last thing that I'm looking is the table. What is like in my head, and what I already told to the players in the changing room, that guys, one more game is left, and tomorrow we have training, recovery, compensation. We have training on Saturday. We have training on Sunday. Monday we have to repeat exactly the same performance, because of course our opponents, the other teams, they will look at us completely different, and they will put even more effort, and they will try to stop us, but by all means, and that's what we need to be ready. I'm happy with the progress. I'm happy how the team is growing and what we did so far till the start of the season, but now all what we have to do is one more game this year. Mən deyə bilərəm ki, axırıncı bir məsələdir ki, mən turnir cədvəlinə baxıram, heç vaxt turnir cədvəlinə baxmıram. Mən artıq paltar dəyişmə otağında da uşaqlara dedim ki, hələ bizim bir oyunumuz var, hələ heç nə bitməyib bu ilə qədər. Ona görə də sabahları biz çox yaxşı bərpa məşqi keçməliyik. Ondan sonra 6-cı bazar günü məşq eləməliyik və birinci gün oyunumuza çıxmalıyıq ki, hansı ki oyunda da eyni cür performansı göstərmək lazımdır. Çünki rəqiblər artıq bizə tamamilə fərqli cür yanaşırlar və əllərindən gələni edirlər ki, bizim qarşımıza alsınlar. Amma mən özüm bizim inşafımızdan, sezonun əvvəlindən bu tərəfə keçirdiyimiz inşafdan razıyam və bunu da davam etdirmək lazımdır, bunu da saxlamaq lazımdır. Congrats on your victory. Thank you. Bütün çempionat oyunlarında qalib gəlsələr bilən oyuncularından narazı olduğunu dile getirdi. Narazı? Oyuncularından narazı olduğunu dile getirdi. Özü dediği kimi Avrupa'nın bazı oyuncular komandasının karışık oyunda oyuncularından narazı kaldığı hansı bir məqam oldu yoksa yok? In our championship, when you won with 2 or 3 different goals in your match, you always were saying that you are not happy with your players about their performance. But now you have mentioned that you have won one of the best team of our championship and team that had a lot of noise in Europe. Now in today's match, were not you happy with the some moments of your player that did not content you?
I think is very obvious. I think in the first half we received so much space, absolutely everywhere on the pitch. We were coming out from Karabakh pressing with quite ease, and we had superiority on the flanks, even in the center, 2 versus 1, 3 versus 2, and we came to the penalty box so many times and we couldn't score. We missed the chances, and of course, you know, like when you play against top team, you must use those chances. And okay, second half we were a little bit luckier, but also I believe we created a lot of opportunities today, and that we only have 2 goals and we didn't take more advantage of those chances. That was the story so far all of our season. I think okay, at the beginning of the season we were complaining that we not creating enough. Now we creating, but we not scoring enough. Still, like Karabakh has more goals than us, and that's what we're looking for. As for the rest, I'm quite pleased how we pressed. I don't know if Karabakh lost so many balls being pressed in their defensive third, you know, like this season, even including Champions League games. We need to check that, but I'm pleased about this part. Also, I'm not happy how we started the game. We started first 10-12 minutes is like we have too much respect, and you know, like we allow quite easy goal to be scored, and then, you know, like those transitions that Karabakh had in the first half. So many things, but football is a beautiful game in that way, that is never perfect, but what you have to do, you have to go and, you know, like to work for that perfection. Əlbəttə ki, mən bugünkü oyunda da bəzi narazı qaldığım məqamlar var idi. Məsəl üçün, Qarabağ birinci hissədə bizə cinahlarda boşluqlar verirdi. Biz cinahlarda say üstünlükləri yaradırdıq. Bəzən 2-yə 1, bəzən 3-yə 2 olurduq. Cərimə meydançasının içərisinə daxil olurduq, amma qol fürsətlərindən yararlana bilmirdik. Əgər top komandalara qarşı bu cür qol fürsətlərindən yararlana bilmirsə, bu gələcəkdə çox çətin ola bilər. İkinci hissədə bizi daha yaxşı tərəf idi. Qollar vurduq, fərqləndik. Amma elə qol bu dəfə bu oyunda əvvəlki sezonun başlanğıcında biz deyirdik ki, qol fürsətləri yarada bilmirik, amma bu oyunda biz çoxlu qol fürsətləri yaratdıq, amma istifadə edə bilmədik. Amma rəqibin necə təzyiq edirdik, mən bilmirəm, baxmaq lazımdır. Yəqin ki, rəqibi 3-cü zonada təzyiq etdikdən sonra heç imkan vermirdik. Bilmirəm, hansısa komanda Qarabağa qarşı bu cür oynayıb, bu təzyiq altındaydılar, təzyiqdən çıxa bilmirdilər və uşaqların bu cür təzyiq etməsi də məni məmnun etdi. Amma oyunun başlanğıcı, xüsusilə ilk 10-12 dəqiqəsində mən razı qalmadım. Deyə bilərəm ki, həddindən çox rəqibə hörmət göstərdik, asan bir qol buraxdıq, keçidlərdə o qədər də yaxşı çıxış eləmədik. Çox şeylər var ki, düzəltməliyik, daha da inkişaf eləməliyik. Amma heç vaxt bu möhtəşəm düzəlişə də bəzən inkişafa da gəlib çatmaq olmur. Çalışmalıyıq ki, istədiyimiz səviyyə gəlib çataq. Sport saytına Zafersoy sabah heyətini gücləndirəcəkmi və göndəriləcək futbolcular olacaqmı? Coach, in January, will you bring new players, or also do you have players that will you part ways with them? Look, first of all, I'm very pleased with the squad that I have, and I really believe that this team has even more potential that we still didn't touch. We still have, you know, like a couple of injured players, particularly Jesse Sekidika just coming back. He was probably the best player last season in the team, top scorer of the team. So look how much potential that would give us if we could keep Jesse fit and healthy and in a top form. Zinedine Khalid also he's injured, does not play for about 3rd month now, and that is I really look as that as a potential, and we have the team that is doing a good job and progressing and playing with a good style and the style that we want. So
to bring someone, of course, like that's more question to the management. We will look what we will need, but we not taking rush decisions, because what we want, the players that exactly fit the system, exactly fit the way of working, the changing room dynamics, and that is ongoing process. If there is someone that we really like, possibilities are there, but we will sit down with management and we will discuss that in details later. İlk öncə mən onu qeyd etmək istəyirəm ki, mən əlimdəki olan heyətdən çox məmnunam. Düzdür, biz hələ də daha öz potensialımız, oyunçularımız var ki, hələ də onların potensialını daha da artıra bilərik, daha da açıla bilər potensialları. Çox bir zədəli oyunçularımız var. Bu zədəli oyunçulardan biri də Jesse'dir. Jesse bildiyiniz kimi keçən sezon komandanın ən çox qol vuran oyunçularından biri olub. Biz əgər çalışmalıyıq ki, Jesse öz sağlansın və özünün ən yaxşı formasına qayıtsın. Ondan sonra bizdə Zinəddin oyuncumuz 3 aydan çoxdur ki, zədəlidir və bu oyuncular tam olaraq özünün potensiallarını göstərməyiblər və çox yaxşı, hal-hazırda biz çox yaxşı iş görürük. Amma oyuncu gətirmək daha çox, bunu biz rəhbərliklə danışmalıyıq. Çünki tələsməməliyik. Çünki gətiriləcəyimiz oyuncular bizim oyun tərzimizə uyğun olmalıdırlar. Paltar dəyişimi otağının dinamikasına uyğunlaşmalıdırlar. Əgər belə bir hal olsa, biz tələsmədən detallı bir şəkildə rəhbərliyimizlə müzakirə edəcəyik. İlk sualım oldu. Bu oyunun yaşlarından biri Arun oldaydı. Ümumiyyətlə mövsümdəki performansını götürsək və nəzərə alsaq ki, futbolçu yeni futbolçudur və mövsümün axırı müqaviləsi başlasında Avropanın bir çox komandaları mərkəzində saxlayıb tutmuş edərlər. Onu komanda saxlamaqla ötürü indidən rəhbərliklə danışıqlara başlamaq istəyir, yəni olsun özlərləri. One of the best players today on the pitch was Malouda. We know that he's on loan. Now I think he's a lot of clubs that calls their attention. Do you want to start to talk to negotiation with the management, that he stays here, or for example with management of his club that he could stay here at Sabah? Guys, I'm a football coach. I'm not a sport director. I'm not an agent, and I don't speak with the players about the contracts and not, about the interest. My job is under me, under my work, under my coaching. Those players getting better. They get better in confidence, in skills, in game understanding, and I think Aaron is very young and really smart and absolutely great work ethic guy, and he keeps improving. We're all happy about what he does, and of course a lot of things to improve. With his talent, he needs to produce much more end product than he's doing at the moment, but he's on his way and we need to give him time to develop. And about the rest, about negotiations, we want to keep him, don't want to keep him loan, not loan. I think that needs to be interviewed sports director or club management. Mən sizə deyə bilərəm ki, mən məşqçiyəm, nə idman direktoruyam, nə də bir agentəm. Bunlar daha çox mənə bağlı məsələlər deyil. Mənim səlahiyyətimdə olan məsələlər oyunçularda özünə inam qazandırmaq, bacarıqlarını daha da artırmaq, inkişaflarına kömək eləməkdir. Aaron çox gənc oyunçudur, çox ağıllı oyunçudur, həqiqətən çox yaxşı iş etikasına sadiq bir oyunçudur. Mən məmnunam onun gördüyü işdən, amma onun elə bir talantı var ki, bu talant ona imkan verir ki, daha da çox artırsın, daha da çox inkişaf eləsin. Düşünürəm ki, o da bunun üzərində işləməlidir, daha da çox artırmalıdır. Onun icarədə olması, gələcəkdə burada qalması artıq mənimlə bağlı deyil. Bu barədə düşünürəm ki, klub rəhbərliyindən soruşulmalıdır. Başqa sual olmaq istəyirəm. If there are more questions, Thank you very much. Thank you guys.